İkinci bölüm, 3-cü fəsil. Yanlış taley. Damdan yıxılıb bunu alın yazısı adlandırmaq dəlilikdir, təqdir və bəxt məsələsi deyil. Biz taleyi müvəffəqiyyət, tənəzzül və bədbəxtlik səbəblərindən hesab edirik. Bu fikir Quranın və səmavi dinlərin dediyinin əksinədir. Bu fikir sadəlöv insanların fikridir. Onlar fikirləşirlər. Biz taleyimizin əsiriyik. Taleyimizi başqası müəyyənləşdirir. Biz istər Allahpərəst olaq, istər materialist, istərsə də qəbul edək ki, dünya böyük bir təfəkkür və ağlın nəzarəti altında idarə olunur. Ya da təsadüfün varlığı sonsuz atomları yaratdığına inanaq. Bu həqiqəti inkar edə bilməyəcəyik ki, gənc şəxs şəraba əl vurduğu ilk gündən öz taleyini özü müəyyənləşdirir. Bu gənc bir müddətdən sonra şişmiş ciyərlərlə xəstəxanaya düşəcək. Ya infarkt keçirəcək, ya da beyin arteriyasının parçalanması nəticəsində həyatla vidalaşacaq. Biz yəqin bilirik ki, heyvanları əhilləşdirmək məharəti olmadan şir və pələngin quyruğu ilə oynayan şəxs bir müddətdən sonra onlara yem olacaq. Hamı bilir ki, işsiz və qumarbaz gənc özünü pis bir taleyə düçar edir. Onun taleyini başqası deyil, özü müəyyən edir. Gecəsini gündüzünə qatan və ciddiyyətlə çalışan tələbə ayağını universitetə qoyduğu andan taleyini müəyyənləşdirir. Xülasə, bizim bugünkü əməllərimiz gələcəyimizi müəyyənləşdirir. Dünya hadisələri zəncirin halqaları kimi bir-birinə elə birləşmişlər ki, bu halqanın bir zəncirindən ayrılsa, bütün varlıq məhv olacaq. Hər halqa növbəti halqanın səbəbidir. Bu dünyanın hadisələri səbəb və nəticələrdən ibarət bir sıra nizamlı dəzgahlardan ibarətdir. Məsələn, bugünün hadisələri sabahki hadisələrin səbəbidir. Gələcək hadisələr təkvin qələmi ilə bugünkü hadisələrin alnına yazılmışdır. Əvvəlki tələblər, səbəblər və şərait təkvin dili ilə deyir. Bugünkü hadisələr sabah, yaxud vaxtı çatdıqda baş verəcək hadisələri törədir. Bu iki növ hadisələr bağı bu gün ilə gələcək arasındakı rabitə o qədər nizamlı qaçılmazdır ki, bir şəxs səbəblərin xüsusiyyətlərindən agah olsa, gələcək hadisələrin xüsusiyyətlərini dəqiq şəkildə qabaqcadan deyə bilər. Dini kitablarda oxuyuruq ki, insan taleyinin çərçivəsindədir. Quranda belə deyilir. Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o bir kitabda yazılmamış olsun. Ayədə məqsəd bu deyil ki, biz taleyimizin əsiriyik və o məcburi yazılmışdır. Məqsəd budur ki, Allah Taalanın bütün hadisələrdən kamil şəkildə xəbəri var. Bilir ki, kim öz ixtiyarı ilə hansı işi yerinə yetirəcək və həmin işin nəticəsində xoşbəxt yaxud bədbəxt olacaq. Allah Taala hər insanın özünü müəyyənləşdirdiyi hərəkət istiqamətindən tamamilə agahdır. Bütün bu işlər onun yanında hazırdır. Amma bütün şəxslər həyat xəritəsini tənzimləməkdə azaddır. O, öz taleyini istədiyi kimi qurur. Bəziləri isə öz vicdanlarını aldadırlar. Ağıl və vicdanın təsdiq etdiyi insan azadlığını inkar edirlər. Deyirsən bunu edim, yoxsa onu mən, xəbər verir bu seçim tam iradədən. Onlar hadisələrin və işlərin məcburiyyəti məsələsini qarşıya çəkir, özlərinin heç bir ixtiyara malik olmadığını təsəvvür edirlər. Onlar özlərini yüksəkdən buraxılmış və yalnız bir yolu olan daşa, yaxud eyni şəraitdə inkişaf etməyə məcbur olan bitkiyə bənzədirlər. Halbuki bu əqidə insanın pak vicdanı ilə tamamilə müxalifdir. Hər insan bütün işlərdə azad olduğunu bilir, o, özünü bədbəxt və ya xoşbəxt edir. Əgər keçmişdə günahkar, geriləmiş və məğlub olmuş insanlar günahlarını və əməllərinin pis nəticəsini qəza və qədərin üstünə atır, özlərinə təmizə çıxarmaq istəyirdilərsə, indi də bəzi insanlar qeyd olunan sözün əvəzinə tarixi məcburiyyət sözünü işlədirlər. Əməllərini tarixi məcburiyyətin birbaşa nəticəsi bilirlər. Bu əməl keçmişdə qəza və qədərin malik olduğu dəyərə malikdir. Bu cür nəticə almaq bir növ özünü aldatmaq və günahlar üçün gətirilən yalançı üzürdür. İndi görək, bugünkü fəlsəfi və ictimai kitablarda daha çox işlənən tarixi məcburiyyətdə məqsəd nədir? Bəşər həyatının iqtisadi və mədəni təkamülü insanın zamanın tələblərinə əsasən yaşamasını, onun təkmilləşmiş cəmiyyətdə həyat sürməsini tələb edir.
Məsələn, bu gün sənayedən bəhrələnmək, təyyarə ilə səfər, elektrikdən istifadə sayəsində istirahət və yeni təlim-tərbiyə üsullarından yararlanmaq bəşər həyatının tarixi məcburiyyətinin nəticəsidir. İnsan həyatı alimlərin yorulmaz səyləri nəticəsində təkamülə doğru addımladığından belə toplum insanı cəmiyyətlə ayaqlaşmağa, onu başqaları kimi bu amillərdən istifadə etməyə vadar edir. Bu məsələ tarixi məcburiyyətin düzgün mənasıdır. Bu qaydadan sui-istifadə edənlər isə özlərinin bütün günah və üsyankarlıqlarını bu qaydaya əsasən izah edirlər. Məsələn, onlarla gənc nəslin fəsadlarda süqut etməsi haqqında danışarkən deyirlər: "Gənclərin günahı yoxdur, hamısı tarixi məcburiyyətin birbaşa nəticəsidir." Bunların fikrincə güclü gənclər tarixin məcburiyyəti onu istədiyi tərəfə aparan iradəsiz bir alətdir. Halbuki bu cür təfsir bir növ elmi və fəlsəfi qaydalarla oynamaqdır. Bu qayda heç vaxt bizim pis əməllərimizi örtüb gizlədə bilməz. Çünki biz bu əməlləri tam azad şəkildə və öz ixtiyarımızda yerinə yetiririk. Bir məsələni qeyd etmək lazımdır. Bəşərin öz taleyini müəyyənləşdirməsindəki azadlığı bu mənada deyil ki, o həyatında heç kimə möhtac deyil və Allahın köməyi olmadan bu çətin yolları keçə bilər. Bu nəzəriyyəni nə səmavi dinlər qəbul edir, nə də bu fikir elmi və fəlsəfi qaydalarla uyğundur. Bəşər nə qədər güclü olsa da böyük yaradanın məxluqudur və həyatda minlərlə səbəbə möhtacdır. Həmişə Allahın sonsuz qüdrətindən kömək almalıdır ki, ona həyatda yardımçı olsun. O, elektrik mənbəsinə bağlı olan işığa bənzəyir. Daim həmin mənbədən güc almalıdır. Amma bu gücdən necə istifadə etməkdə tamamilə azaddır. Onun həmişə Allahın sonsuz gücünə ehtiyacı olmasını hiss etməsi onu süsləşdirməyəcək, əksinə, onun işə olan şövqünü artıracaq. Çünki bilir ki, onun dayağı olan fövqəladə güc onun arxasındadır. Ona həyat yolunda kömək edə bilər və o, həyat səhnəsində tək deyil. Düşmənlə ön cəbhədə döyüşən əsgərlər, arxa cəbhədəkilərin onlara kömək edəcəklərini bildikləri təqdirdə şövq ilə döyüşə bilərlər. Yoxsa süsləşəcək və döyüşdən əl çəkəcəklər. İmam Əli əleyhissalam döyüşlərin birində oğluna qələbəyə zəmanət verən bir sıra göstərişləri öyrətdikdən sonra buyurur: "Bil ki, son qələbə Allah tərəfindəndir."